Herkese salam dostlar. C++ öğrenme seriyamıza hoş gelmişsiniz. Diğer seriyamızda biz size tapşırıqları necə C++'da yerinə yetirə biləcəyimizi öyrədirdik. İndi də öyrədirik. Amma indi artıq biraz sistemi dəyişmək qərarına gəlmişəm. Çünki düşünürəm ki, C++ dilini bilənlərdən çox, bilməyənlər daha çoxdur. Ona görə deyirəm ki, öğrenme seriyası da açım ki, insanlar C++'ı öğrensin ve tapşırıq seriyamızdan da bir nəticə çıxara bilsin. Ona görə gəlin başlayaq. Include iostream. İlk sətrimiz, ilk hissəmiz, başlanğıcımız. C++'a bu hissədən başlayırıq. Gəlin baxaq. Include. Include nə deməkdir? Include bizdə C++ dilində hər hansı bir kitabxananı çalışdırmağa yardım edir. Kitabxana adları da müxtəlif olur. Məsələn, Python'da include əvəzinə import var, bu cür. Sonra nə bilim, Python'da PyGym kitabxanası varsa, C++'da da müxtəlif kitabxanalar var. Bizim ən çox istifadə etdiyimiz, ümumiyyətlə bütün nə vaxtsa C++ kodu yazanda həmişə istifadə etdiyimiz bir kitabxana var, iostream. iostream kitabxanası hər hansı bir sözü, dəyişəni, rəqəmi, nə bilim, simvolu çap etməyə yardım edən əsas kitabxanadır. Keçirik digər hissəyə. Using name space std. İndi bu nədir? Using ingiliscədə də bildiyimiz kimi istifadə etmək deməkdir. Name space std isə kodda funksiyaları std 2 dənə qoşa nöqtə istifadə etmədən rahatca yaza biləcəyimizi kömək edir. Əgər using namespace std yazmasaydıq burada, artıq biz hər funksiyanın qabağında, belə deyim, hər cout-un, C-nin qabağında biz mütləq std qoşa 2 dənə qoşa nöqtə yazmalıydıq. Amma bu bizim işimizi daha da asanlaşdırır. Axırda da nöqtə vergül funksiyaların, dəyişənlərin axırında həmişə nöqtə vergül qoyulur. Keçək int main hissəsinə. Int main əsas hissə sayılır. Yəni int adında da bəli olduğu kimi maindir. Yəni bunda anlaşılmayan bir şey yoxdur. Main yanında ümumiyyətlə bütün bura mainin əvəzinə yazın. Yanında mütləq içi boş olan mötərizə olmalıdır və bəzəkli mötərizə. Keçək içinə. Cout hello. İndi bunu izlədim. İlk öncə gəlin buna baxaq. Cout output hissəsində, bu hissədə bizə hər hansı bir sözü çap etməyə yardım edir. Daha sonra cout, ümumiyyətlə qayda belədir ki, coutda, C-ində bu cür funksiyalarda böyüdür, kiçikdir işarəsi istifadə etmək vacibdir. İndi bu coutdan sonra bu sağ tərəfə baxan böyüdür işarəsi istifadə edirik. C-ində isə digər başqa bir funksiyadır bu. Növbəti videolarda bunu da izahını verəcəm. Bunun əks tərəfini, bu işarənin əks tərəfindən istifadə edirik. Sonra baxaq bu sözə hello. Bu hello sözün bizə çap etməyə yardım edir. Amma əgər mən burada dırnaq işarəsi qoymasaydım, bu səhv başa düşəcəkdi. Əgər bir sözdürsə, bunu mən dırnaq işarəsində mütləq qoymalıyım. Və yaxud simvoldursa, amma simvolda artıq qoşa, yəni necə deyim, dırnaq işarəsində gördüyünüz kimi 2 dənə xətt var, amma simvol olanda bir dənə qoymaq lazımdır. Keçək ən axıra return 0. Return 0 nə deməkdir? Return 0 ümumiyyətlə bizim yazdığımız kodun ingilislər demişlər successfully bitməsinə yardım edir, uğurla başa çatmasına yardım edir. İndi gəlin kodu çalışdıraq. Hello. Bizə gördüyünüz kimi salam sözünü verdi. Yəni mən bu kodda sizə C++'ın ilk C++'da yaza biləcəyiniz ilk basic kodu göstərdim. İkinci videoda görüşənədək.